Yağlar köksümü talan edipdir. Gel boyuna kurban, ay vatan oğlu. Gökçem Zengezur'um elden gelipdir. Gel boynuza kurban, ay vatan oğlu. Gökçem Zengezur'um elden gelipdir. Gel boyuna kurban, ay vatan oğlu. Cüşa yaylamının sis duman aldı. Kanı bülbülümün gözleri doldu. Ofkanın meşesi satını yandı. Gel boynuza kurban, ay vatan oğlu. Cüşa yaylamının sis duman aldı. Kanı bülbülümün gözleri doldu. Ofkana meşesi saçını yaldırır. Gelir boynuza kurban, ay vatan oğlu. Ey gel boyna kurban, ay vatan oğlu. Sağ ol oğlu, sağ ol. Dumanlı dağların başına durdum. Dumanlar ezme bir heyme kururdum. Dumanlı dağların başına durdum. Dumanlar ezme bir heyme kururdum. Keçti xəyalımdan öz qoluna yurdum. Dumanlar karşına dastana döndü, dastana döndü. Keçti xəyalımdan öz qoluna yurdum. Dumanlar karşımda dastana döndü, dastana döndü. Hər TV izləyiciləri, deməli bu günlərim 22 mart 2025-ci ildir. Növbəti ənənəyə uyğun olaraq Novruz bayramı və günümüzə gələn Ramazan bayramı münasibətilə əsgərə sovqat tədbirinə qatıldıq və hal-hazırda Azərbaycan Respublikası Şəhid Ailələri, Əlil və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin baş idarəsindəyik. Hörmətli Tahir müəllimin verdiyi qərarla bağlı növbəti dəfə cəbhə bölgələrinə əsgər sovqatı hazırlanır və biz istəyərdik həm yaxşı yol deyək, həm əsgərlərimizə bol ruzi bərəkət arzulayaq. Dövlətçiliyimizə, sərhədlərimizin qorunmasında qəhrəmanlıq göstərən şəhidlərimizə Allahdan rəhmət, yerdə qalan əsgərlərimizə, qazilərimizə can sağlığı arzulayırıq. Bu münasibətlə hörmətli Tahir müəllim, zəhmət olmazsa bir izah verərdiniz, bu gözəl təşəbbüsün haqqında bir balaca danışardınız. Buyurun. Demək, əziz izləyicilər, biz artıq hardasa 5 ton aparmalı olduq. Çünki hər ildən aparırdıq 20 ton, 15 ton, 25 ton. Amma bu il yükümüz çox az oldu, 5 ton oldu. Gücümüz çatan qədərdir. Biz bunu Ramazan süfrəsi kimi, sovqat kimi adlandırırıq və Novruz bayram sovqat kimi adlandırırıq. Və Azərbaycan Respublikasının Şəhid Ailələri, Əlil və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi daimi bu işlərdə proqram üzrə hər il həyata keçirir, öz şəxsi vəsaitlər hesabına. Bilirsiniz ki, biz dövlətə dəstək olmuşuq hər zaman. Həm müharibədə, həm digər vaxtlarda biz dövlətə dəstək olmuşuq. Bu faktdır, təşkilatlarımız var. Ön dəfədə də bizim İctimai Birlik xidmət edib, bunu hərkəs bilir və dövlət titullarına da layiq görülür. Və mən buradan bütün Azərbaycan xalqının, başda şəhid ailələri olmaq şərti ilə əlillərimizin, veteranlarımızın, Azərbaycan xalqını Novruz bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Qoy bu bahar sevinci hər birinizin evində ruzu bərəkətli olsun və qarşıdan gələn
Ramazan bayramı münasibətilə də hər kəsi oruç tutub namaz qılan bütün Azərbaycan vətəndaşları yenə başda şəhid alilər olmaq şərtilə təbrik edirəm. İki bayram ikisi də eyni vaxtda düşüb. Mən bu bayram münasibətilə hər birinizi təbrik edirəm və Allah'tan şəhidlərimizin məkanı cənnət, ruhu şad, şəhidlərimizə salam olsun deyirəm. Tamam, olar ki, o paketlərdən birini, mən bilirəm bu əlavədir, onun içindəkiləri təqdim edəyərdik. Olar mənim. Kəsəndən Demə mənim, soruşursunuz ki, paketin içində bir əsgərə verilən paket nədən ibarətdir? Burada tək əsgər üçün bu paket deyil. Bayram sovqatı üçün də bir artıq yükləmişik, indi maşında təkəsən produktumuz var və gəlir, produkt artıq danışmışıq, yenə də gəlir, meyvə tərəvəzimiz olacaq, su çeşidləridir, digər düyüsündən tutmuş, greskasından tutmuş, hər bir şey var da, indi özünü görəsiniz orada. Bu paketin içində əsgər üçün 5 dənə cilet, 140. Ən yaxşı zurnoy pastası, diş pastası. Diş pastası, diş şotkası, sigaret, Milano adlı sigaretdir, qarası, ən yaxşı sigaretdir. Fənardır, bu fənar bir şey qeyd etmək istəyirəm ki, bu fənarı açıb göstərin, burada görürlər, özü zaryatka götürən fənardır, həm özü zaryatka göstərir, həm işıq olmayanda özü işıq verir, həm də işıq kimi istifadə olunur. Yəni burada bunların hamısı istifakın aydın və ikinci səfər vuranda belə də lazımlı bir şeydir. Və burada da yəni işıq söndüyü halda bu cür istifadə edirlər. Yəni bu fənarlar bu formadadır. Ən yaxşı keyfiyyətçi hər əsgər üçün hər paketin, 100 paketin içində bu hər biri var. Demək ki, ayaqqabı şotkası, ayaqqabı mazı, sabun, hamısının ən yaxşıdır. Alt üstü paltarları, corab. Yəni hansı ki biz istifadə edirik, o corablardandır. Hansı ki biz istifadə edirik, alt üstü paltarı, görürsünüz özümüzdə istifadə etdiyimizdən və hansı ki biz istifadə edirik, o maykadandır. Yun pambıq, təmiz pambıq maykadandır. Yəni bir paketdə təxminən bir paketdə bir də təkərlər yerinə yığılan mayka, alt üstü paltarı, corab, sabun, fənar, silet 5 dənə üzlük mahsun, zubnoy pasta, diş pastası, diş şotkası, fırçası, sigaret, ayaqqabı mazı, ən keyfiyyətçisi, palaks və ayaqqabı şotkası. Bir paket, bir əsgər üçün xeyirli olsun. Çox biz gözəl. buna dəyər vermirik, amma göz qabağındadır, hər kəs görür. Əsgər üçün vacib olan. Əsgərlər hamısı bizim balalarımızdır, bu əsgərlərimiz üçün, balalarımız üçün hazırlanıb. Xüsusən bu paketlər şəhid övladlarına, mən istəyirəm operator bir dənə bura tutsun. Bu paketlər şəhid övladlarına, az təminatlı ailələrə, bir də valideyni itirmiş əsgərlər üçün nəzərdə tutulub, hərbi hissələrdə bunlar bilinir kimlərdir və digər əsgərlərimiz üçün müxtəlif çeşidli suyundan tutmuş da qidasına qədər, menüdən kənar qidasına qədər hazırlamışıq, çöldə maşındadır, indi özünü çəkəsiz və mən buradan bir daha qeyd edirəm. İctimai birliyimiz əsgər sovqatı dərində dövlətimiz tərəfindən əsgər üçün hər bir şey dünya ölkələrindən ən çox, ən gözəl Azərbaycanda dövlətimiz silahlı qüvvələrimizə, güc nazirlərinin ön cəbhədə olan əsgərlərimizə daha yüksək xidmət göstərir. Sadəcə olaraq dövlətə dəstək kimi, qazilər kimi, şəhid alilər kimi İctimai Birliyimizin, yəni şəhid alilər, əlil və müharibə veteranlarının müdafiəsi İctimai Birliyi bu paketləri az təminatlı
valideynlərini itirmiş və şəhid övladlarımıza Novruz bayram münasibəti ilə və Ramazan bayram münasibəti ilə paket, əsgər paketi deyirik və onlar üçün, süfrə üçün nəzərdə tutulmuş ən yaxşı sovqatları hazırlamışıq. Bu sabahları 23 səhər saat 6-da yola çıxacaq. 23 səhər saat 6-da yola çıxacaq. Təşəkkür edirəm, minnətdaram. İndi Məhrəm müəllim, yəqin ki, burada maşında da Bəli, digər söhbətləri mən indi bu saat çəkiliş edib göstərəcəyəm. Təşəkkür edirəm. Sağ olun. Özünüz bol olsun. Sağ olun. Hörmətli izləyicilərimiz, bunlar da demək sular, şirələr, peçeniya və çay, qənd, qazanda yemək, hazır yemək, pesok və digər hələ ki yüklənir və yəqin ki yollarda müəyyən təşkilatımızın üzvləri tərəfindən yüklənəcəkdir. Uğurlar, yaxşı yol olsun. Veteran qardaşım, Səvail rayonunun Ağsaqqallar Şurasının sədri öz şəxsi